Ay bala, ay bala, ay bala, hər yerim ağrıyır. Ana, bu revmatizma məni öldürəcək, qışlarım da ağrıyır. Əziz balalarım, bilirsiniz, o vaxtlar çox asandı idi. Sobalar vardı evdə, hər evin damı vardı. Ana girirdik oradan rahat gedirdik, hədiyyəmizi qoyurduq, yorkanın dibinə çıxıb gedirdik. İndi onu da eləyənmirik. Sobaları da ləğv eləmişsiniz, qalmışıq çöldə bayırda. Biz hardan girək bax bu evə? Adam gəlib görürəm ki, alüminium qapı pəncərə yığdırıb. Mən nətər girim? Bax, cam balkon, bir dənə balkon var, orada cam balkon yığdırırsınız. Mən nətər girim içəri? Bax, adama deyərlər, nətər girim? Maral saxlamaq elə bir sansatdırmı? Elə danışırsınız da, ana. Hamı deyir, Şaxta baba niyə gəlmədi? Canına azlar gəlmədi. Nətər gəlsin Şaxta baba? Nə ilə gəlsin? Bax, görürsən ki, benzinin qiyməti qalxıbdır, benzindən gələ bilmirik. Maralları elə bir saxlamağa satdım. Cəmaət evdə bir dənə arvad saxlaya bilmirik. Mən 4 dənə, 5 dənə maral saxlayıram. Nə qayırım mən yazıq? Həm yeni ilimiz, həm də ki, həmrəylik günümüz mübarək olsun. Həmişə həmrəy olaq. Həmişə bax belə kilitlənək bir-birimizə. Qonşularımızın evinə ziyarət eləyək, qohumlarımızın evinə ziyarət eləyək, adət-ənənələrimizi yaşadaq, elə də babanız gəlib sizi ziyarət eləyəcək. Babanızdan qaça bilməyəsiniz, hara giyirsiniz ki, gələcək. Əsas məsələ budur ki, bayram əhval-ruhiyyəsində olun həmişə. Çünki bu həyatda bizə yeganə qalan şeylər bu yaşadığımız anlardır. Mənim nəvələrim, bayramınız mübarək olsun. Hər zaman üzünüzdən gülüş əksik olmasın. Babanız da gəlib sizin o gülüşünüzü hədiyyəyə çevirəcək.